Dostlar, bir gündə geçmədi. Nasosla Sumqayıt o ərazilərdə bu cür su bastığını oxu az paylaşıb. Mənə bir çox adamlar deyir ki, Nadim sən niyə deyir, yaxşı şeyləri paylaşmırsan deyir. Və bu videoyu ki paylaşdım. Əziz dostlarımız, çox 251 bin adam baxıb dünən. Və bu videoda mən dünən paylaşıb deyəndə ki, hələ bu sellər daha büyüyəcək, Nasosna, Xırdalan, Sumqayıt. Bugün Bakı yadındadırmı? 1, 3, 4 il, 5 il bundan əvvəl Bakı və Sumqayıt Azərbaycanda bir çox yerlər su altında qalacaq deyəndə bəzi insanlar biraz vaxt keçəndə mən proqnoz verəndə mənə smayliklər və ya yazırdılar ki, gülməli şeylər ki, və Bakı su altında qalacaqdı. Ha 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 ho ho ho. İndi həmən adamlar yəqin ki zaman gəldi, keçdi, həmən o dönəm gəldi. Yəqin ki onların içində baxanlar var, hansı ki o inanmıram deyənlər, o mənə paxıllıq çəkənlər. Bugün hal-hazırda bütün efirlər nə paylaşır? Hər yer su basmaqdan, sellərdən, son 50-100 ilin, hər zaman olur sellər. Son bu 5 ildə olduğu qədər böyük sellər. Bu ilimin olduğu qədər sellər olmadı. Mənə çoxları deyir ki, Nadim Əlixanov, siz niyə bəd proqnozlar verir? Çünki, baxın, siz bugünü görürsünüz və gördük hər şeyi paylaşırsınız. O zaman Allahın işi dediyi heç nə də paylaşma, heç kim də bu baş verənlərdən gileylənmə, qəbul elə, otur evində, su altında yaşa. Kiminsə kanalizasiyalı işləməməyindən danışır, kimsə nə bilim hansısa bir şikayət eləyənlər, yol bağlayanlar, nə bilim nəsə insanlar görürük də sosial şəbəkələrdə, hansısa qurumlarda kanalizasiya üçün günah axtaranlar, nə bilim nələr. O adamlara deyirəm ki, o zaman otur Allahın işi evdə, heç nə də çıxma. Evdə dağılsın, nə bilim malı mülkü də aparsın, danışmayın. Niyə danışırsınız? Axı o insanlar mənə gülənlərin içində bugün ziyan çəkənlər də var. Mən buna əminəm. Əziz dostlar, əgər siz mənə inansaydınız vaxtilə bugünü olacağı bir çox adamlar, hətta o kanalizasiyada da baxan qurumlar, bəlkə də böyük işlər görərdinizmi? Görərdiniz. İndi bu selləri görəndən sonra kanalizasiyaları daha böyütmək, daha böyük xətlər çəkmək edəcəksinizmi? Edəcəyiz. Vaxtilə mənə inansaydı, biləsəydi, bu cür hallar yaşayacaqdım, yox. Çayların qıraqlarında, çuxurlarda evlər tikib ziyan olanlar. Deyildi Nasosundan bəya bir video çıxdı qabağında. Deyir, nə bilim, əvvəllər deyir, burada çuxur olub, sonra bağlayıb ev tikib, nə bilim, nə. Burada turbalar atmışdı. Estefan turbalar var iyiydi də. Hamısı söküb gətirib, birini ora atıb, o yandadır. Cəmaat da inəsən də gözü satanlı eləyirdi. Bunlar bak, bunlar bak. Assalam. Prezident. Aramsız yağan yağış Lükbatan qəsəbəsində də bir sıra problemlər yaradıb. Hazırda ərazidə vəziyyət necədir və hansı işlərin getdiyini əməkdir. Heç necə olacaq ki, bomba. İndi Əlixanov Nadim olaraq sizə deyirəm ki, son 50 ilin selləri gələcək deyəndə, mümkün olan qabaqcıl tədbirləri gör deyəndə deyirdiniz. Nadimin işi proqnoz verməkdir. Olacaq olmuş şeyləri yox. Olacaq şeyləri deməkdir. Gəlqədə kimsə mümkün olan qabağı almaq yolları varsa alsın deyə. Bir çox adamlar bəlkə də evin çayın qırağında varsa damba tikə bilər. Bir çoxların çuxurlarda varsa qabaqdan harası bir yol oradan qazıyıb açıb o çuxura evinə doğru su gələn yeri başqa tərəfə yönləndirə bilər. Bir çoxları mümkünsüz olan yerlərdə evləri varsa evləri köçürdə bilər. Əgər mənə inansa oradakı mal mülkünü yığa bilər. Kəmə vaxtı ilə bu yağışları görənə qədər bunu edə bilərdi. Başına, malına. Yenə də deyirəm, hələ ki gec deyil. Kimlərin ki yenə də malına, mülkünə ziyan dəyməyib. Əsasən də indən sonra. Bax, Şəki, Şamaxı, Zaqatala bölgələri, hələ ki o tərəflərdə. İndi növbəti böyük fəsadlar, ziyanlar o tərəfdir. Şəki və Şamaxı o bölgə. Oradan başqa rayonlar bilmirəm hardadır. Orada da daha çox böyük sellərdən, sulardan ziyan olacaq. Sonra küləklərdən
kimin damlarında deşiklikli, boş bağlayan yerlər var, onları da bərk etmək lazımdır. Külək apara biləcək yığdığı malları, mülkləri varsa harasa onları bərk etmək lazımdır. Çünki daha büyük qasırğa küləklər gələcək. İran savaş 3-cü Dünya Savaşı 3-cü üzr istəyirəm, Dünya Savaşı olacaq, onunla həmişə danışmışam. Bu Dünya futbol turnuvası ki olacaq. Bunu hər dəfə deyirəm. Futbol üzrə dünya turnuvası başlayır. Hardasa bir 20-25 gündən sonra. O futbol üçün hal-hazırda İran gedən savaşı biraz səngintmiş, yəni ki, dondurulmuş halına gətiriblər. Və bu futbol turnuvası bitəndən sonra bir müddət indi dərhal futbol bitdi, savaş başlayanda insanlar anlayacaq axı futbol üçün saxlamışdı deyə. Bir müddətdən sonra yavaş-yavaş bu savaşı yenə alovlandıracaqlar. Hətta futbol turnuvasının gedən zamanında Amerikada da çoxlu böyük hadisələr yaradacaqlar və onu da İran üstünə atacaqlar və ondan qızışdıraraq təzə bu savaşı yenə gərginləşdirəcəklər. Və dediyi sözlərindən bir qulaq as. Dünya futbol turnuvasında elə bir qeyri-mücizəvi bəzi hadisələr, bunu da bilmirəm, terror yönlümü deyim, təxribatlar, bunlar da olacaq. Və bunların arxasında da İran savaşını daha da böyütməyin var. Provokasiyalar yaradacaq. Və sonra, avqust ayından sonra bölgədə savaşlar daha çox qızışacaq. Tayvan üzərində mi deyim, nəsə, orada da savaşlar təzədən böyüyəcək. Sonra Hindistan, nə bilim, orada da savaşlar böyüyəcək. 3-cü Dünya Savaş qaçılmazdır. Və bölgə də İran üzərində olan bizim bu bölgədə qarışdıracaq. Radiasiyaya uyğun olaraq dönəm daha çox hər kəsin danışan bir zamana gələcək. Aslında bu var, bir çox adamlar bunu hiss edir, hava yaxşı olmadığını. Kim havanın aparatlarını yoxlayıb bizə göstərər ki, heç kim. Amma bu radiasiyadan insanların daha çox gərgin zamanı dönəmə gəlib çıxanda və o zaman gəlib çıxanda İnsanların çoxu artıq başa düşəcəklər ki, nəsə havada var, xəstəliklər daha çox baş alır və sonra nə dərmanlar, hansı dərmanlar istifadə edək deyə qaçacaq. İndidən o radiasiya olsa, radiasiya dönəmi olsa, yəni radiasiya o da ki, hər hansı atom bombanın partlanması deyil. Daha çox böyük silahların partlanması və ximikatların daha çox alovlu havaya ximikatlarını qarışdıraraq radiasiya yönlü, yəni bu cür izah edirəm də, xəstəliklər daha çox olacağını hiss edirəm və onun üçün də bilmirəm, bəzilər yod deyir, bəzilər hər nə deyir. Bu barədə də vaxtı ilə bəzi dərmanları alıb qoymasını təkrarən məsləhət verirəm. Çünki bu selləri, bunları görən adam onu da görər. Bir yaxın 3-4 il içində dünyanın fərqli ölkələrində, bölgələrində zəlzələlər olacaq. O bölgələrdə zəlzələlər olanda bizim də politoloqlar, dünyanın hər yerində politoloqlar artıq hər şeyi unudacaq. Xəstəlik öz altdan işini görəcək, savaş gedəcək, heç də o ölümlər qəbul eləyəcək insanlar, o ölüm, savaş altında insanların bu dəqiqə görürsən, elə bil ki, ət maşını da atırlar Rusiyada da, əskərləri Ukraynada, artıq insanlar dünyanın gözündən o bölgə yaddan çıxıb. Artıq o yerinizdə otuzdurub, elə bir biznesdə otuzdurub yerində gedir öz axarına. Heç kim artıq ondan danışıb qabağa ala bilmir. Sonra bu İran da o hala gətirəcək. Dünya savaşı bu gərginləşdirəndən sonra bu hala artıq ölümlər davam edəndə. Sonra bunlar həm də təbii fəlakət, sellər, sular, küləklər, insanların mallarını ziyan vurmaq, dağıtmaq, bu. Bir də gələcək insanların daha çox ölümləri gətirib çıxardan zəlzələ dönəmi. O zəlzələ dönəmində artıq bu savaş, bu gərginliklər hər kəs unudacaq. Çünki o dərəcədə böyük zəlzələlər, yerindən deşiklər açılacaq, yer yerindən deyəcək ki, yer semtimdən çıxdı. Ya deyəcək, yerindən nəsə gəlir, deyir, filan əvvəl belə şov quracaq. Güya yeriyə nəsə gəldi, düşdü, nəyə də yer hansısa bir planetdən toqquşdu. İndi o qədər də dərinliklərindən danışmaq faktlarla çətindir. Sonra yer yerindən çıxdı, semtimdən çıxdı deyərək yerindən deşiklər açılır. Bu kimi şovlar quraraq böyük zəlzələlər. Artıq zəlzələlər bütün ölkələr, dünyanın hər yerində yaşayaraq insanların yaşam tərzini zəlzələlərdən daşan bir iflic halına gətirən bir dönəm gələcək. Deyirlər ki, bunları demə. Niyə?